Dostlar, hamıya salam aleykum. Deməli, bu video çox təcilidir. Ona görə hamıdan xahiş edirəm ki, bu videoya axıra kimi baxasınız. Dostlar, bu şəkildə gördüyünüz şəxs Nəcəfov Nicat Vəfadaroğludur. TikTok şəbəkəsində Mistiti 07 nik altında oturur və öz canlılarında özünü proqramist kimi qələmə verir. TikTok akkauntlarında təmizlik işləri və yaxud qorunmaya alır. WhatsAppda silinmiş yazışmaları güyəmiş qaytarır. Bu işləri öz canlılarında təbliğ edir və cəmaət buna inanır, buna pul göndərir. Təəssüflər olsun ki, mən və mənim bir tanışım da buna aldanmışıq. Biz də bunun əlindən zərər çəkmişik. Pulu götürəndən sonra həmən insanları atır bloka. Rusiyada yaşayan Azərbaycanlı bir xanımın, ziyalı bir xanımın pulunu mənimsəyib 2000-dən yuxarı bir puldur, məbləğdir. Bu azmışkən Azərbaycanda iki şəhid qardaşı olan, özü 1-ci Qarabağ qazisi olan insanın belə pulunu mənimsəyib bu. Mənimsəyəndən sonra insanı atıb bloka.